Salam, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, Nigahtan kənar yaşayanlar, səhərsiz evdə yaşayanlar bu məlumatdan xəbərdar olsun. Məsələ basıdır ki, əgər Nigahtan kənar yaşayırsınızsa, yəni ayrı qolmuşsunuzsa, mütləq istəyirsiniz ki, eviniz, həyat yoldaşınızla qalsın, vəsiyyətnamə verin. O halda vəsiyyət hesab olunacaq. Əks halda belə deyək, nigah olmadığına görə vəsiyyət hesab olunmayacaq, gələcəkdə digər qohumlar həmin şəxsi evdən çıxarda bilər. Bu bir məlumat. Digər məlumat ondan ibarətdir ki, yenə sənədsiz evdə yaşayırsınızsa, mütləq qaydada vəsiyyətnamə verin ki, gələcəkdə siz olmadığınız halda evi sizin adınıza vəsiyyətləşdirə bilsinlər. Eyni zamanda hörmətli izləyicilər, sonradan öz adlarını vəsiyyətləşdirə bilsinlər. Əks halda problem olacaq. Deyəcək, evin sənədi yoxdur, vətəndaş rəhmətə gedib, yəni sizə oradan bir şey düşmür. Ümumiyyətlə qeyd edin ki, sənədi olmayan evə vəsiyyət hesab olunmur. Yalnız həmin evdə kim yaşayırsa, kimin qeydiyyatı varsa, o şəxslər hüququ olur. Ona görə vəsiyyətnamə verin ki, gələcəkdə o dəyişdikdən sonra hüququ olsun. Qeyd edin ki, ətraflı hüquq məsələləri almaq üçün qeyd olunan telefon nömrəsini əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefon nömrə əyani hüquq məsələsinin verilməsi 10 manatdır, ərizələrin yazılması isə 50 manat. Qeyd edin ki, YouTube kanalı diktat səhifəsində qeyd olunub. Mən diktat səhifəsində bir məlumat qoymuram. Hərdən qoyuram. Girin, baxın oradan. Və mütləq qaydada YouTube kanalına abunə olun ki, bu kampaniyadan istifadə edə bilərsiniz. Əks halda, çünki YouTube kanalına abunə olmasa, o halda hüquq məsələsinin verilməsi 25 manatdır. Amma mütləq qeyd olun, WhatsApp nömrəsinə şəkil çəkin göndərin ki, yəni YouTube kanalına abunə olmuşsunuz. Ondan sonra 10 manat kampaniyasına yararlana bilərsiniz, hörmətli izləyicilər. Mütləq qeyd edin. Diqqətinizə görə çox sağ olun. Bir daha abunə olmağı unutmayın. Sağ olun.